Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri. Bəli, bugün günlərdən ən gözəlidir. Dövrümüzün imamı başda olmaqla bütün şiiyələrə, bütün müsəlmanları bu mübarək bayram münasibəti ilə təbrik edirik. Bayramımız düşür xanım Zeynəbin Mövlud gününə. O xanım Zeynəb ki, İmam Əli əleyhissalamın, eləcə də şəninə Kövsər surəsi nazil olmuş, xanım Zəhra Səlamullahi Aleyhanın evində dünyaya göz açdı. Dünyaya göz açan balanın adını Zeynəb qoydular, atasının Zeynəti. Bəli, biz bugün atasının Zeynətindən danışacağıq. Bugün biz Kərbəlada gözəllikdən başqa bir şey görmədim deyən xanım Zeynəb Səlamullahdan danışacağıq inşallah. Və məxsusən də bu mövzunu müzakirə etmək üçün isə İslam maarifçisi, ilahiyyatçı Kəmalə xanım Mahmudovanı dəvət etmişik. Xoş gördük Kəmalə xanım. Çox sağ olun, minnətdaram. Mən də sizi və sizin simanızda bütün İslam aləmini xanım Zeynəb Salamullah Əleyhanın mübarək mövlüdü münasibətilə təbrik eləyirəm. Və o xanımın simasında bütün xanımlarımıza, analarımıza iffət, həya və xanıma xas olan bütün bu kimi xüsusiyyətləri özündə daşımağı arzu eləyirəm. Bəli, təşəkkür edirik xoş sözlərinizə və xoş dualarınıza görə. Kəmalə xanım, bugün biz sırf sizi dinləmək istəyirik. Biz bugün sizdən xanım Zeynəb Səlamullah Aleyhanın şəxsiyyətindən danışmağınızı istərdik. Ki, xanım Zeynəb Səlamullah Aleyhaya olan eşqimiz bir azca da artsın inşallah. Məxsusən sözü sizə veririk və siz də diqqətlə dinləyirik. Buyurun, xanım Zeynəb Səlamullah Aleyhan şəxsiyyəti var. Bismillahirrahmanirrahim. Həmd sənə olsun Uca Allaha. Allahın salamı olsun onun Peyğəmbəri Həzrət Muhammədə, onun paki əhl-i beytinə Allahın salamı olsun xanım Zeynəb Salamullahi Əleyhaya. Tarix səhifəsində hər zaman özünə xas xüsusiyyətləri olan, tarixin səhifəsində qızıl xətlə keçən xas qadınlar olmuş, gəlib getmiş və ad qoymuşdur. Və İslam tarixində isə belə xanımlardan biri də xanım Zeynəb Salamullah Əleyhadır. Xanım Zeynəb Cəmadül əvvəl ayının 5-də, hicrətin 5-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Xanım Zeynəbin dünyaya gəlməsi ilə bağlı bir çox maraqlı rəvayət qeydə alınıbdır. Nəql olunur ki, xanım Zeynəb əleyhissalam dünyaya gələndə anası Zəhra Salamullah Əleyha onun atası Əli əleyhissalama verir, deyir ki, qızımıza ad qoy. Əli əleyhissalam deyir ki, mən bu işdə Allahın Rəsulundan irəli getmək istəmirəm, gedə bilmərəm. Əgər deməli xatırlayırsınızsa, İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalamın ad qoymasını da elə Həzrət Rəsulullaha tapşırılmışdı və eynən elə xanım Zeynəbdə bu hadisə təkrar oldu. Həmin zamanda Həzrət Rəsulullah səfərdə olub. Səfərdən gələndən sonra xəbər verirlər ki, xanım Fatimə Zəhranın övladı olub, qız övladı dünyaya gəlir. Həzrət Rəsulullah gəlir göz aydınlığına. Və Həzrət Əli əleyhissalam uşağa ad qoymasını Həzrət Rəsulullaha deyir. Allahın Rəsulu deyir ki, mən bu işlə Allahdan qabağa keçə bilmərəm. Tamamilə eynən İmam Həsən əleyhissalamda və İmam Hüseyn əleyhissalamda da bu hadisə təkrar olmuşdur, bir daha qeyd edək. Və Cəbrail gəlir, nazir olur, Həzrət Rəsulullaha göz aydınlığı verir və uşağa Zeynəb adı qoyulduğunu xəbər verir. Deməli, Zeynəb adı Allah tərəfindən, Uca Allah tərəfindən bu körpəyə qoyulmuşdur. Zeynəb sözünün bir neçə mənası var, amma önə çıxan mənası onun Zeynu Əbihə, atasının zinəti mənasını verir. Ki, bu mübarək adı ilə bu uşaq bu mübarək ailədə dünyaya gəlir və bütün həyatı boyu onun bu mübarəkliyi qoruyub saxlayır, bərəkətli bir ömür yaşayır və İslama xidmət eləyənlərin sırasında durur. Xanım Zeynəb Salamullah Əleyhadan danışanda mütləq Kərbəla hadisələri yadda düşür və İmam Hüseyn əleyhissalam burada başda durur. Yəni xanım Zeynəb İmam Hüseyn əleyhissalamdan qoşa
gedir. Çünki Kərbala qiyamının, Kərbala inqilabının bir tərəfini İmam Hüseyn əleyhissalam yaşadırsa, xanım Zeynəb əleyhissalam da digər tərəfində durur. Xanım Zeynəbi Kərbalada Zeynəb edən xüsusiyyətləri, onu Kərbalada qəhrəman qadın kimi onu bizə tanıtdıran o xüsusiyyətlər əslində Kərbaladan öncə olan və barəsində o qədər də çox danışılmayan xüsusiyyətlərdən sonra əmələ gəlib. Yəni Kərbaladakı onun o qəhrəmanlığı, o fədakarlığı bu günümüzə gətirib çıxarmağı, o Kərbala inqilabının mahiyyətini ki, xanım Zeynəbə borcludur, bizlər ona borcluyuq. Bütün bu xüsusiyyətləri xanım Zeynəb elə o qiyamdan öncə almışdı. Və qeyd elədik ki, xanım Zeynəb Tohid ailəsində dünyaya gəlib və bütün həyatı boyu Tohid şüarı ilə o yaşayıb və bu şüarı yaşadıb və digərlərinə çatdırıb. Xanım Zeynəb atası, anası qədər təqvalı bir şəxsiyyət olub. Qadınlığın şəxsiyyəti idi. Qadının necə deyim, onun barəsində ümumiyyətlə danışmaq çətindir. Alimlər belə onun barəsində danışmağa çətinlik çəkirlər. Müəyyən məqamlara ancaq toxuna bilərik. Qadın nümunəsinin, qadın şəxsiyyətinin şah nümunəsidir xanım Zeynəb əleyhissalam. Və ilk öncə bir müsəlman qadını kimi bunu xatırlanırsa, mütləq təqva xüsusiyyətinə toxunmaq lazımdır ki, xanım Zeynəb təqvalı bir xanım olubdur. İffətli bir xanım olubdur, həyalı bir xanım olubdur. Nəql olunur ki, xanım Zeynəb əleyhissalamın qonşusu olub bir Yahya İbn Mazi adında bir nəfər olur. Deyir, mən xanım Zeynəbin qonşuluğunda yaşayırdım, amma nə qədər ki, mən orada yaşadım, xanım Zeynəbin üzünü mən görmədim. Xanım Zeynəb gecələr ancaq çölə çıxmış. Nəql olunan rəvayət var ki, o babası Rəsulullahın ziyarətinə gedəndə atasının və qardaşlarının müşayiəti ilə gedərmiş. Öndə Həzrət Əli əleyhissalam, sağında və solunda İmam Həsən əleyhissalam ona müşayiət eləyirmiş və ziyarətə gedirmiş. Və nəql olunur ki, gedirlər bir gün məscidə, İmam Həsən əleyhissalam şamı söndürür. Deyirlər, niyə şamı söndürürsən? Deyir ki, bacım Zeynəbin üzü görünməsin. Xanım Zeynəb əleyhissalam o cür şəxsiyyət olubdur. Xanım Zeynəb əleyhissalam haqqında deməli, xanımlara xas olan, xanımların daşımalı olduğu, nümunəvi xanımların daşımalı olduğu bütün xüsusiyyətlər özündə cəmləyib toplayan bir xanımdır. Xanım, əgər Zəhra salamullah əleyhissalamın qızı idisə, övladı idisə, xanım Zəhrada nə görürdüsə elə onu xanım Zeynəbdə biz axtarıb tapıb görə bilərik. Bilirik ki, xanım Zəhra əleyhissalam dünyasını tez dəyişdi. O zaman xanım Zəhra hələ körpə idi. Anası dünyasını dəyişəndən sonra, şəhadət məqamına yetişəndən sonra xanım Zeynəb anasının bir növ tutduğu vəzifələri tutdu. O atasına, qardaşlarına analıq, bacılıq elədi. Onları özünün məhəbbəti ilə, onları özünün o isti nəfəsi ilə, onları o xanım Zəhrasız qalmaq sanki qorudu. Xanım Zeynəb uşaqlıqdan səbr eləməyi bacardı. Deməli, xanım Zeynəb əleyhissalam 5 nəfər böyük şəxsiyyətin müsibətini görübdür. O müsibətlərdən biri də xanım Zəhra əleyhissalamın şəhadəti olub ki, xanım Zəhranın o çəkdiyi acı günlər, onun xəstə yatağında yatması və dünyasını şəhadətə qovuşub, gecə ikən onun aparıb dəfn olması, bunlar hamısı xanım Zeynəbin gözünün qabağında olan bir hallar olubdur. Xanım Zeynəb əleyhissalam da hələ o zamandan səbrin nə olduğunu bildi. Atasının başına gələn o acınacaqlı müsəlmanlar tərəfindən gələn o zülümlər deyim, onun haqqının aparılması, xanım Zəhranın çəkdiyi o ağrılı acılı günlər xanım Zeynəbin elə bir ki, o qəlbində əbədi həkk oldu, qaldı və xanım Zeynəb bütün həyatı boyu bu səbri özündə qoruyub saxladı və Kərbalaya qədər gətirib çıxartdı ki, Kərbalada xanım Zeynəbin səbrinin şah nümunəsini biz gördük.
Xanım Zeynəb əleyhissalam haqqında nəql edirlər ki, körpəymiş xanım Zeynəb əleyhissalam. Bir gün Həzrət Əli əleyhissalam evə daxil olur, özü ilə bir qonaq gətirib xanım Zəhraya deyir ki, Zəhracan evdə yeməyə nə var? Xanım Zəhra deyir ki, evdə bir şey yoxdur yeməyə. Bəs bitkə çörək var. O da qızımız Zeynəbindir. Zeynəb əleyhissalam da o vaxtda hələ yuxuya getməyibmiş, oyanmış, deyib ki, anacan, mənim payımı verin qonağa, mən səbr edərəm. Yəni, acılığa belə səbr edərəm. Və xanım Zeynəbin bu hərəkətində həm onun acılığa dözümlülüyü, səbr eləməyi görünür, öz payını infaq eləməyi gələn qonağa, qonağın məqamını dərk eləməyi görünür. Eyni zamanda da ki, valideyni ki, ona seçim verir. Yəni, burada Zəhranın da, Həzrəti Zəhranın da xüsusiyyəti üzə çıxır ki, yəni, övladımındır. Övladımın haqqı söhbəti var və burada da xanım Zeynəb atasını, anasını pis vəziyyətdə qoymur. Yəni, öz haqqını infaq eləməyi xanım Zeynəb bir nümunə olaraq göstərir ki, o deməli o cür ailədən dünyaya gəldi ki, Həl-Əta surəsi onların şanına nazil oldu ki, o məşhur 3 gün ardıcıl çörək oruc tutub iftar eləmək hadisəsində öz payını qapıya gələnin o bəli yetimə və miskinə, yetimə və əsirə qeyd elədiyiniz kimi infaq eləyən bir ailədə dünyaya gəlmişdi ki, xanım Zeynəb də bundan artığını bir şey gözləməzdi və xanım Zeynəb o infaq eləməyi gətirdi, çıxartdı Kərbalada. Həmin uşaqkən öz payını qonağa ehsan eləyən xanım Zeynəb Kərbaladakı onları əsir aparırlar. Xanım Zeynəb hərəyə ki, o əsirlərə bitkə çörək verirdilər. Xanım Zeynəb də ona düşən o çörək payını uşaqların arasında bölürdü. Xanım ac olurdu. Görün, o cür günlərlə ac olan, hətta biraz da qabağa getsək, onlar Kərbaladakı suyun qabağını kəsmişdilər, susuz qalmışdı. Xanım susuz idi və susuz xanım, ac qalan xanım, öz payını körpələrə ehsan eləyən xanım gəlir, çıxır. Onlara zülm eləyənlərin qabağında, onları ki, kənd bə kənd, şəhər bə şəhər gəzdirirlər, onların qabağında o acılığını da unudur, susuzluğunu da unudur, o yorğunluğunu da unudur. Və dik duruşu ilə, şah sözü ilə onları istəməyənləri, onlara zülm eləyənləri, onlara düşmən kəsilənləri xanım Zeynəb iç yüzünü açır, ortaya qoyur. Xanım ac idi, amma güclü idi. Və o güc, o qüvvəti artıq uşaqlığından götürüb gəlmişdi. Xanım Zeynəb əleyhissalamla nəql olunur ki, xanım uşaq olanda bir gün yuxu görür və gəlir, sabah açılır, çox hövlanak olur, narahat olur, gəlir babası, Allahın salamı olsun ona, Həzrət Rəsulullah'a deyir ki, baba, mən bir yuxu görmüşəm. Babası ondan soruşur ki, gözəl qızım, nə yuxu görmüsən? Xanım Zeynəb ona nəql edir, deyir, baba, yuxuda gördüm ki, bir fırtınadır. Çox bərk küləklər əsir, hava çox qarışıqdır. Mən o fırtınada deməli silkələnirəm. Və böyük bir ağac vardı, mən gəldim, o ağacdan yapışdım. O köklü ağac, iri ağac olub və ağac o fırtınada, küləkdə dəydi yerə. Mənim əlim ağacın budağından çıxdı, başqa budaqdan yapışdım. O budağı da fırtına apardı, külək apardı, başqa budaqdan yapışdım. O budağı da külək yapardı. Baba, başqa 2 qoşa budaq vardı, o budaqdan yapışdım. Külək o budaqları da apardı. Mən də deyir, qorxdum, ayıldım. Allahın Rəsulu kədərlənir. Deyir, qızım, yuxuda gördüyün o ağac mənəm. Mən dünyamı dəyişəndən sonra atan əli dünyasını dəyişəcək, şəhid olacaq. Anan dünyasını dəyişəcək. Sonra atan dünyasını dəyişəcək, yəni qoşa, bəli, ardıcılıq və sonra
qardaşın Həsən dünyasını dəyişəcək, sonra qardaşın Hüseyn dünyasını dəyişəcək ki, xanım Zeynəbə Allah Taala onu uşaq vaxtı hələ əyan eləmişdi. Və xanım Zeynəbin hələ dünyaya gəlməmişdən 50 il qabaq artıq Həzrəti Rəsulullaha xəbər verilmişdi bunların bu cür hadisələri. Xanım Zeynəbin İmam Hüseyn əleyhissalamla Kərbalada olan hadisələri, əgər yadınızdadsa, İmam Hüseyn əleyhissalam dünyaya gələndə ki, Cəbrail gəlir, göz aydınlığı verir, İmam Hüseyn əleyhissalamın Kərbalada şəhid olacağını xəbər verir. Eyni zamanda xanım Zeynəbin də qoşa ondan olacağını və onların başı əsir olub, əhli əyalın əsir olub, başına min bir müsibətlər gələcəyini xəbər vermişdi. Hələ xanım Zeynəb dünyaya gəlməmişdən onların əhvalatları bəlli idi. Və xanım Zeynəb də və Allahın yazdığı bu qədərə, eyni zamanda Allahın bu ailəyə qoyduğu imtihana, burada söhbətlər çoxdur, önündən çox mətanətlə gəldi və xanımlığın qəhrəmanlıq nümunəsini yazdı, qoydu. Və bu qəhrəmanlığa qədər xanımın nə qədər xüsusiyyətləri var ki, bu qəhrəmanlıq xüsusiyyətlərinin arxasında artıq itib batır. Xanımın bir deməli xüsusiyyəti var ki, çox ibadət eləyəndir. Əhl-i Beyt ailəsinin abidə adlanır o. Onun ibadət eləməsi barədə çox rəvayətlər var. Və xanım Zeynəb o cür halı ilə ki, Kərbalada ac, susuz ki, yol gedirdilər, yorğun halda gedirdilər. Nəql olunur İmam Zeynəlabdin əleyhissalam ki, bibim o halında, o yorğun halında belə, o qəmli halında belə, üzgün halında belə ibadətlərindən uzaqlaşmırdı. Nəinki gündüz ibadətlərini, hətta gecə, bəli, vacib ibadətlərini, hətta gecə nafilələrini belə yerinə yetirirdi xanım Zeynəb. Deyir ki, bir gün gördüm ki, bibim dizi üstündə oturub namaz qılır. Dedim, ey bibi, sən dizi üstündə qılırsa namaz. Dedi ki, ey balam, bəs aclıqdan taqətim yoxdur. Bəzi günlərdə xanımın tamam taqəti əldən gedirdi, diz üstündə ibadətini yerinə yetirirdi. Görürsünüz, xanım ibadət etməyi də bugünkü günümüzə bizə ötürübdür. Bəzən görsə xanımlar deyir, yorğun gəldim, nə bilim, filan narahatçılığım vardı, xəstə idim, belə ibadətlərində ləngidirlər. Biraz yayınırlar. Amma xanım Zeynəbi özünə nümunə götürən kəs hər bir halında belə o ibadətlərindən yayınmamalıdır. Əgər xanım Zeynəb, xanım Zəhrə salamullah əleyhissalamı ardıcılısansa, onu özünə bir xanım modeli götürmüsənsə və onu sevirsənsə, Əhl-i Beyt yolunu tutmusansa, hər bir halında ibadətlərini önə çəkməlisən. Çünki tövhid şüarı ilə yaşayan insan və bu prinsiplər özünün həyatının simvoluna salmaq istəyən və elan eləyən ki, mən bu tövhid prinsipi ilə yaşayıram, tövhidin də üzə çıxan əməli namazdır. Tövhid namazı əmr eləyir. Namaz da nədir? Allahın təkliyini Allah önündə xuşu-xuzu vəziyyətində gəlib, bütün itayətlərimin, bütün varlığın Allaha xas olduğunu və onun sənə verdiyi bütün nemətlərin müqabilində şükranlıq etməyin və onun uca yaradan, aləmin xaliqi olduğunu izhar eləməyin ən yüksək nümunəsi namazdır ki, bu hal, bütün hallarda belə namazdan yayınmamalısan. Ki, şəriət bunu xüsusi hallar təyin edib, xəstə olanda, yorğun olanda, müəyyən halları şəriət təyin edib ki, şəri qaydaları öyrənib ona uyğun hərəkət eləməlisən. Ki, və xanım Zeynəb də bunu nümunə olaraq göstərdi xanımlara. Eləcə də Kəmalə xanım, burada onu da vurğulayaq ki, xanım Zeynəbin elmi də elmi ləduni olduğuna görə Allah Taala'dan o xanım zaten elə özlüyündə elmin bariz nümunəsi idi. Necə ki, o öz dönəmində, öz ətrafında olan xanımlara elm verirdi. Bəli, çox gözəl vurğuladınız. Xanımın sifətlərindən biri də onun əqilə, Əhl-i Beyt ailəsinin əqiləsi olub, ağıllı bir xanım olubdur. Və xanım, siz dediniz, elm öyrətmə barəsində və o barədə də rəvayətlər var. Ki, bir gün xanımlar gəlirlər
Həzrət Əli əleyhissalama müraciət edirlər ki, istəyirik ki, Zeynəb xanım bizə, Həzrət Zeynəb bizə Quran təfsiri və Quran marifi barədə bizə dərslər keçsin. Həzrət Əli əleyhissalam da icazə verir. Xanım Zeynəb xanımlara Quran təfsirindən, Quran marifi ilə əlaqədar digər elmlərdən dərslər keçməyə başlayır. Hətta rəvayət var bu barədə ki, Həzrət Əli əleyhissalam bir gün gəlir, görür ki, xanım Zeynəb xanımlara Məryəm surəsini öyrədir. Və Məryəm surəsinin ilk müqəddəs hərflərini çox gözəl şəkildə izahlarını verir. Xanım Zeynəb həmin Zeynəb idi ki, çox elmli xanım idi. Hələ Kərbalaya qədər o, deməli, ilahi elmlərin öyrədilməsində İslama xidmət eləyən xanım olubdur. Hətta onu da burada vurğulayaq ki, əziz izləyicilərimizə ki, alimlərimizin də bir çoxu deyirlər ki, tarix məhz xanım Zeynəbin dərs deməyi və onun haqqında geniş məlumatların yayılmasında, belə deyək də, tarix sanki xanım Zeynəbə haqsızlıq edibdir. Çünki bu haqda müəyyən kitablar ki var ki, içərisinə baxanda burada çox az bir rəvayətlər və xanımdan olan az bir hədislərə toxunuruq. Halbuki xanım əgər elm demişdisə, əgər xanımlara dərs demişsə, deməli bunun özünün moizəsi və özünün danışığı tərzi olubdur. Özünün insanların, o xanımların yaddaşında qalan sözlər olubdur. Amma heç bir tarixdə gəlib əlimizə elə çatmayıbdır. Çox az bir qismi çatıbdır. Ona görə də məhz bu yerdə tarixi çox haqsız görürük ki, tarix xanım Zeynəbə məhz bu yerdə haqsızlıq edibdir. Bəli, xanım Zeynəbin dedik ki, ancaq Kərbala hadisələri ilə bağlı əsas gəlib çatıbdır. Amma xanım Zeynəbin deməli 20-yə qədər künyələri, ləqəbləri, sifətləri sayılmışdır ki, o xanım Zeynəbin həyatı doğulandan ta şəhadət məqamına, dünyasını dəyişənə qədər getdiyi həyat yolunda olan onun üzə çıxardığı xüsusiyyətlərdir ki, və bütün bu xüsusiyyətlər də yenə onun xas olduğu ailədən aldığı xüsusiyyətlərdəndir. Əgər düzdür, biz xanım Zeynəb haqqında məlumatımız azdır, amma Həzrət Əli əleyhissalamın həyatını, fəaliyyətini bilsək, elə hesab edin ki, elə o xanım Zeynəbdir. Xanım Zəhranın həyatının, fəaliyyətini bilsək, elə hesab edin xanım Zeynəbdir. Xanım Zeynəb Kərbalada çıxışlar eləyəndə elə bildilər ki, bu Həzrət Əlidir, gəlibdir. Hətta belə Yezdin sarayında İmam Əli əleyhissalamın geridən geri qayıtdığını zənn edir. Bəli. Deməli, Həzrət Əli əleyhissalam ki, o xütbələri söylürdü, insanları cuşa gətirirdi. Onu Nəhcül Bəlağa ki, toplanıbdır, onun xütbələrindən, hikmətli kəlamlarından ibarət. Xanım Zeynəb əleyhissalam da həmən insanın övladı idi. Nəql olunur ki, xanım Zeynəb əleyhissalam, xanım Zəhra ki, Fədəkiyyə xütbəsini demişdi, o haqqı əlindən alınanda getdi, məsciddə haqqını istədi, Fədəkiyyə xütbəsi dedi. Xanım Zeynəb uşaq vaxtı həmən xütbəni əzbərləyib öyrənmişdi. Xanım Zeynəbin fəhmi vardı, çox güclü fəhmi vardı. Və ailənin ki, Əhl-i-Beyt ailəsinin əqiləsi idi. Pisi yaxşıdan seçməyə, harda nəyi, necə demək lazım olduğunu xanım çox gözəl bilirdi. Sözünü sərrast deyirdi. Və o cür söz söyləmirdi ki, sözü yerinə çatmasın, əhəmiyyətli olmasın. Xanım elə sözlər seçirdi, elə kəlamlar seçirdi. Onu o şəkildə müxalifinə söyləyirdi ki, qarşı tərəf daha bir çıxış yolu tapa bilmirdi. Xanım Zeynəb Kufə cəmaatını ki, qabağına çıxartdılar. Kufə şəhərinə ki, gəldi. Xanım Zeynəb ailəsinin kim olduğunu onların yadına saldı. O cür xanım şücaət göstərdi, fədakarlıq göstərdi. Xanım Zeynəbi orada şəhid eləyə bilərdilər. Eyni zamanda Yezidin sarayında 100% xanım Zeynəbi aradan götürə bilərdilər, amma edə bilmədilər. Niyə? Xanım Zeynəb öz sözlərindən onları öldürdü. Xanım Zeynəb onları mənən öldürdü. Mənən ölmüş insan qalxıb bir iş görməyə gücü çatmaz. Və xanım Zeynəb kəlamı ilə haqqı üzə çıxartdı. Ta ki onları ki,
Kufə cəmaatını ki, ayırtdı. Onların səhvlərini özünə göstərdi. Kimliyini ki, özünə göstərdi. Ta ki, gəldi Yezidin sarayında. Xanım Zeynəb ki, onları xaricilər kimi gətirmişdilər. Şam şəhərinin əhalisi bilmirdi, bunlar Əhl-i Beyt ailəsidir. Allahın Rəsulunun övladlarıdır. Onlar onu xarici kimi başa düşürdülər, tanıyırdılar. Yəni, bunlara bu cür təqdim eləmişlər. Xanım Zeynəb Əhl-i Beyt ailəsinə xas olduğunu və hansı zülmlər olduğunu qorxmadan, şücaətlə orada söylədi. Və bu hadisələrdə rəvayətlər ki, söyləyirlər, xanım Zeynəb yenə də iffətini qoruyurdu ki, onları adətən bunların xanım Zeynəb orada nə söylədi Yezidə? Dedi ki, siz öz qadınlarınızı, kənizlərinizi pərdə arxasında saxlayırsınız, amma Əhl-i Beyt qadınlarını ortalıqda saxlayırsınız. Onları ortalıqda saxlamışlar. Xanımların icabı yox idi. Rəvayət var ki, Kufə qadınları gətirdi, o icablardan verdi. Xanım Zeynəb ki, biz deyirdik hələ Mədinədə olanda uşaq yaşlarından, hələ gənc yaşlarından, atasının, qardaşlarının deməli, müşayiəti ilə gecələr çıxırdı. Bu xanım indi gəlib deməli, cəmaatın içində, sarayda üzə çıxardıblar bu xanım. Xanım deyir, o zaman əllərlə üzünü tutarmış. Nə vaxt ki, çıxış eləmək, söz söyləmək lazım imiş, deyir, qadınlar xanımı əhatə alırmış. Xanımlar qadınların əhatəsində sözünü söyləyərmiş qarşı tərəfə, düşmən tərəfə və xanım oradakı söylədi ki, Kərbaladakı gözəllikdən başqa bir şey görmürəm və xanım orada onun baxışı, onun gözləri xanımın kim olduğunu göstərir. Xanım orada nələri gördü? Düşmən tərəf dedi ki, Allah sizdən aldı intiqamımızı, babalarımızın intiqamını. Ki, nə intiqam idi ki, tarix oxuyanlar bilir ki, Həzrət Əli əleyhissalamdan ta öncə Həzrət Peyğəmbərdən bunlar ki, Süfyan nəslindən idilər, müşriklərin nəslindən idilər və onlara qarşı bunların qəlbində atası da, babası da hər zaman bunların qəlbində nifrət hissi olubdur. Bunlar müsəlmançılığı, İslamı zahirən qəbul eləmişdilər və əllərinə fürsət düşmüşdü, keçmişdilər Allahın Rəsulunun deməli, o xilafətini əlinə almışdılar və bundan da istifadə eləyirdilər və xanım Zeynəbə ki, o qəlbinin, o kinini, nifrətini ki, artıq burada dilə gətirdi, durmadı. Xanım Zeynəb də dedi ki, gözəllikdən başqa bir şey görmürəm. Xanımın orada gördüyü gözəllik nə idi? Xanımın gözləri nə göz idi? Xanım oradakı baxışı adi baxmaqlardan deyildi. Adi görüşlərdən deyildi. Xanım ora, o hadisələrə Tohid şüarı ilə yenə baxdı. Kərbalaya yenə Tohid şüarı ilə baxdı. Baxmaraq ki, xanım əziyyətlər çəkdi. Xanım qardaşları əlindən getdi. Qardaşı balaları, öz balaları əldən getdi. Xanım bir insan idi. Düzdürmü? Xanım ağladı, fəryad elədi. Amma xanım yenə də Tohid şüarını əldən vermədi. Səbrini əldən vermədi və Allahın yazdığı bir qanun kimi qəbul elədi. Və burada xanım artıq başa düşürdü. Yəni, imamına eyni zamanda tabi olmuşdu. Onlar şəhərdən, Mədinədən ta çıxıb gəlib bu yolları keçib gələndə bilirdilər bu Kərbala hadisəsi baş tutacaq. Və biraz da qabağa getsək, hələ dünyaya gəlməmişdən bu ailənin xəbəri vardı. Və Kərbala hadisəsində hər kəs öz rolunu bilirdi. Xanım və Əhl-i Beytin ailəsi, xanımlar, uşaqlar, hamısı onlar öz rolunu, öz fəaliyyətini bilirdi. Yəni, onlar bilirdilər ki, burada onların olmağı bir əhəmiyyətli bir hadisədir. Bəli, Kəmalə xanım, vurğuladınız ki, Kərbəlada gözəllikdən başqa görməyən xanım Zeynəb orada zaten Tohidin özü idi. Tohidi görürdü hər bir şeyinə. Və ələlməxsus da verilişimizin zamanına görə, qısıtlı olduğuna görə ən sonunda sizdən xahiş edərdik ki, məhz xanımlarımıza, xanım Zeynəb yolu ilə getməyini istədik də hansı köməklikləri, hansı yolu göstərə bilərsiniz? Onlar nə etsinlər?
Xanım Zeynəbi nümunə bir xanım kimi bilsək, xanım Zeynəbi tanısaq kifayət eləyəcək. Yəni tanıya bilsək əgər. Xanım Zeynəbi biz təkcə Kərbalada olan xanım Zeynəb kimi tanımamalıyıq. Xanım Zeynəbin ondan öncə olan xüsusiyyətlərini biz bilməliyik. Sonra gəlib xanım Zeynəbin Kərbaladakı şücaətinə çatmalıyıq. Şücaətdən öncə xanımın iffəti, xanımın həyası, biraz da ondan öncə təqva, birinci, hər bir müsəlmandan tələb olunan xüsusiyyət nədir? Təqva. Xanımın təqvası və təqvadan doğan digər xüsusiyyətlər xanımlıq xüsusiyyətidir. İffət, həya, səbir, eləmi? Elm harda durub, harda hansı sözü demək lazım olduğunu bilmək. Xanım, əgər xanımın həyatına diqqət eləsə, görəcək ki, xanım Zeynəb Kərbalada danışmayıb. Qiyam vaxtı xanım Zeynəbin səsi çıxmayıb. Kərbalada Təlli Zeynəb deyən bir yeri var, təpəli. Nəql olunur ki, xanım Zeynəb təpədə durub döyüşü seyr edirmiş. Hər nə qədər ki, İmam Hüseyin sağ idi, hər nə qədər ki, kişilər sağ idi, xanım Zeynəbin səsi çıxmadı. Ta xanım Zeynəbin səsi o vaxt çıxdı ki, kişilər şəhid oldu. Kişilər meydandan getdi. Düzdür, bir kişi qalmışdı İmam Zeynalabdin əleyhissalam. O da xəstə idi, Allahın hikməti ilə qızdırmadan tir-tir əsirdi. Xanım Zeynəb o halda imamına tabi oldu, İmam Zeynələbdinə də. Xanım Zeynəb həyatında İmam Əlini gördü, İmam Həsəni gördü, İmam Hüseyni gördü, sonra da İmam Zeynalabdin əleyhissalamı gördü. 4 imamı gördü və 4 imama hərəsinin öz zamanında tabi oldu. Kərbaladan sonraki, qiyamdan sonraki hadisədə İmam Zeynalabdinə tabi oldu. Artıq Kərbalada danışmaq lazım değildi, danışmadı. Ondan öncəki İmam Əli, İmam Həsən əleyhissalamın dövründə də nəql elədik, dedik, necə yaşayıbdır, gecələr çıxıbdır. Gördük. Xanımlar ondan dərs almaq istəyəndə Həzrət Əliyə gəlib müraciət edirlər. Qadınlar arasında xanımın təbliğatı olub, İslam maarifini yayıb. Hətta biz toxunmadıq burada, xanımın ailədə olan rolundan danışmadıq. Həyat yoldaşı Abdullah ilə həyat qurması, Abdullah ilə əqd kəsəndə onun o qardaşlarından ayrı qalmamaq, yəni ürəyi istəyəndə gedib o qardaşlarını görmək, burada ailə bağları söhbəti var, qardaş bağları söhbəti var, eyni zamanda həyat yoldaşından icazə almaq söhbəti var, buna toxunmadıq. Bu məsələ qaldı kənarda çünki vaxt. Yəni xanımın həyatı genişdir. Əslində Kərbala hadisəsi önə çıxmış olsa da, baxanda hər bir onun halından, yəni dedik Həzrət Əli və xanım Zəhranın tanısaq elə xanım Zeynəb də o xüsusiyyətlər onda da var. Və ki gəldik dedik həyat yoldaşına da tabi idi, amma əqdində oxuduğu, nigah əqdində oxuduğu şərti ilə o qoşuldu, yəni Həzrət İmam Hüseyin əleyhissalamı ki gəldi Kərbalaya, Kərbalada bir də təkrar eləmə səsi çıxmadı. Yalnız Kərbala hadisəsi baş verəndən sonra xanım meydana çıxdı. Daha kişilər yox idi, kişilər şəhid olmuşdu. Daha indi bu hadisəni üzə çıxartmaq vaxtı idi. Xanıma tapşırıqlar verilmişdi. İmam Hüseyin əleyhissalam artıq şəhadətə yetişməmişdən İmam Zeynalabdin əleyhissalama höccətini tamamladı gecə. Xanım Zeynəbi çağırdı. Onun vəzifələrini bir daha ona xatırlatdı və sabahı günü deməli döyüş oldu, qiyam oldu, savaş oldu. İmam Hüseyin əleyhissalam ki şəhid oldu. Xanım Zeynəb artıq vəzifəsinə başladı. Artıq önə çıxan vəzifəsinə və ta ki gəldi Kufəyə, görürsünüz Kufə şəhərində səsi çıxdı. Baxmayaraq ki Kufəyə gələndə başında icabı yox idi. Xanım Zeynəb qadınlar gətirdi ki Peyğəmbər ailəsidir. Xanımların başının icabı alırlar, gətirdi, verdi. Xanım Zeynəb orada səsi çıxdı. Xanım Zeynəb həmən xanım idi, gecə evdən çıxardı. İndi gəldi kişilərin qabağında şah mərdanə sözünü dedi. Qorxmadan, şücaətlə. Artıq elə bir bu xanım Həzrət Əli əleyhissalam idi. Ta Həzrət Əlinin özü idi. Xanım Həzrət Zəhranın iffətini özündə qorudu. Həzrət Əli əleyhissalamın mərdanəliyini, kəlamının bəlağətini özündə daşıdı. Ta ki gəldi Yezidin sarayına. Qorxmadan xanım
Orada da görürsünüz, dedi ki, bax, üzünü tuturdu. Xanımların arasında gizlənirdi ki, diqqət çəkməsin. Və hələ yol boyu gedəndə o hadisələri də bu qeyd eləyək, deməli, şəhidlərin başını öndə aparırdılar. Dedi, bəli, dedilər ki, xanım xəbər göndərdi ki, başları, nizələri kənara çəkin. Çünki insan şəhərə daxil olanda cəmaatın diqqəti bunlara cəlb olunurdu. Diqqətdən yayınmaq üçün dedi ki, nizələri kənara çəkin. Həm də eyni zamanda uşaqlar baxıb narahat olurdu. Xanım o xanım idi. Xanım harda durmaq lazım olduğunu bilirdi. Xanım harda səsini çıxartmaq lazım olduğunu bilirdi. Səsini çıxardanda da xanım o cür çıxarırdı ki, bilirdi ki, sözü yerinə oturacaq. Yəni, sözünün əhəmiyyətsiz olduğu bir yerdə səsini çıxartmırdı. Sözünü, kəlamını sərras vururdu. Və o cür sərras vururdu ki, əks tərəf tanıyırdı da xanımı. Hərçənd ki, onu başqa cür təqdim edirdilər. Onu o hala gətirənlər bilirdi, bu Peyğəmbərin nəvəsidir, Həzrət Əlinin qızıdır. Və bilirdilər ki, bu Zeynəbdir. Xanımı öz əməli ilə hansı ailədən olduğunu və hansı xüsusiyyətlərə daşıdığını orada da özünü göstərdi. Söhbət çoxdur, söz çoxdur. Amma xanım Zeynəbi o cür şəxsiyyət. Amma nə edək ki, zaman və qısıtlı olduğuna görə bacardığımız qədər, əlimizdən gəldiyimiz qədər xidmət edək inşallah. Bir daha sizə təşəkkür edirəm. Bayramınız mübarək deyirəm. Sizin timsalınızda sizləri və əzizlərinizi təbrik edirik bir daha. Çox sağ olun. Mən də minnətdarım məni verilişinizə dəvət elədiyiniz üçün və xanım Zeynəb haqqında danışmaq çox belə həm çətindir. Ümumiyyətlə, bütün Əhl-i Beyt haqqında danışmaq, Əhl-i Beytin nümayəndələri haqqında danışmaq həm çətindir, həm də xanım Zeynəb haqqında danışmaq məsuliyyətlidir. Xüsusən bugünkü dövrümüzdə, zamanəmizdə, keşməkeşli zamanda xanım Zeynəbi tanımaq və onun xüsusiyyətlərini özündə daşıtmaq, harda dayanacağını, harda hansı söz deyəcəyini demək ki, sonradan peşman olmayasan. Allah bizə harda durmağımızı, hansı sözü, necə deyəcəyimizi, özümüzü necə aparacağımızı Allah Taala bizə əyan eləsin. Ki, başqaları da bizdən nümunə götürsün ki, İslam əxlaqının nümunəsi idi xanım Zeynəb. Allah bizə onu tanıtırsın. Hələ biz nə tanıyırıq ki? Xanım Zeynəbi biz tanımırıq ki. Xanım Zeynəbi biz ancaq adam bilirik. Allah köməyimiz olsun, belə deyək ki. Amin inşallah. Təşəkkür edirik bir daha. Bəli, əziz izləyicilər, Mövlud gecəsinin bu anlarında bu kəlmə ilə bitirmək istərik. Səbr istəyirsən, xanım Zeynəbə bax. Zeynəbə baxdıqda səbrin özünü görəcəksən. Bəli, əziz və gözəl, ətirli xanımlar, gözəl xanımlar, bayramınızı təbrik edirik. Qoy bu bayram günündə Allah Taala ibadət və itaətlərinizi ali dərəcədə qəbul etsin. Getdiyiniz bu yolda sabit qədəm olasınız və ən əsası, necə ki, xanım Zeynəb səlamullah əleyha öz dövrünün imamına xidmətdə kamil şəkildə edirdi, bizlər də o cürə eləyək ki, dövrümüzün imamına sabit qədəm yolumuzda sabit olaraq köməkçi olaq. Ən azından əlimizdən gələnləri edək. Nitqimizlə, əməlimizlə və elmimizlə. Bu yolda davamlı olaq inşallah. Bir daha bayramınız mübarək. Ey gözəl xanımlar, bir daha sizləri təbrik edirik və bu sevinç dolu. İçərimizdə kədər olsa da, həqiqətən xanım Zeynəbin bəlkə də adının neymətidir bu insanda, bu hissi yaşadır. Qəlblər qan ağlayır. Gün isə Mövludu bizə xatırlatır. Başda verilişimizin sponsoru olan Lamiyə Cavadovanın kamil hicabların tək ünvanı olan Lamiyə Cavadovanın ətrafında olan xanımlarla birlikdə bir daha deyirəm, bayramınız mübarək olsun. Sağ olun, salamat qalın. Gələn verilişdə görüşmək ümidi ilə. Əgər siz də özünüzə və övladınıza hicab geyimləri axtarırsınızsa, onda modeliyer Cavadova Lamiyəyə aid olan Mələyim uşaq qadın hicab geyimlərinə müraciət edin. Yüksək keyfiyyətlə ən əsası kamilliyə üstünlük verilərək hazırlanan bu geyimlərdən siz də yararlanın.